mədəniyyət könüllüsü Sona. Lakanik rubrikası ilə qarşınızdayım. Rubrikamızın bugünkü qonağı gənc və sevilən ifaçı Mərdan Kazımovdur. Dəvətimizi qəbul etdiyinizə görə təşəkkür edirik. Mən təşəkkür edirəm. Sizi və hər kəs salamlayıram. Qaydaları yəqin ki bilirsiniz. Bəli. Mən yenə də xatırladım. 3 dəqiqə ərzində sizə verdiyim suallara lakanik cavablar verməlisiniz. Hazırsınız? Hazıram. Başlayaq. Sizə əks etdirən rəng? Qara. Məsləhət vermək yoxsa almaq? Hər ikisi. Sehirli bir gücünüz olsa nə edərdiniz? Uçmaq istəyərdim. İlk konsertiniz nə vaxt olub? İlk səhnəyə çıxdığım konsert Filarmoniyada olubdu 2009-cu ildə. Çingiz Mustafayev uşaq yaradıcılıq mərkəzi vardı, oradan çıxmışdım. Ən çox bəyəndiyiniz aksesuar nədir? Üzüklər. Xarakterinizi əks etdirən ifa? Mahnı adı olaraq soruşursunuzsa, demək olar ki, rock mahnıların bir çoxu. Çünki biraz coşqulu insanım. Teatr yoxsa kino? Kino. Hansı sözü daha çox işlədirsiniz? Təşəkkür sözünü. Nə möhtəşəm. Hansı məşruba çay içmək istərdiniz? Barış Mançoyla istəyərdim, təəssüf olsun ki, alınmayacaq, həyatda deyil. Aldığınız ən qeyri-adi fan hədiyyəsi nədir? Olmayıbdır, düzün desəm, qeyri-adi fan hədiyyəsi şəkil olubdur, yəni ən sevdiyim. Ən çox bəyəndiyiniz Azərbaycan filmi? Əhməd Aradadır. Uşaqlığınızın ən qəribə arzusu? Ən qəribə arzusu yenə də uçmaq istəyidir. Yenə uçman adam yaxşı desəm. Planlı yaşarsınız yoxsa spontan? Planlı, təbii ki. Macera yoxsa komfort? Macera. Tək səyahət yoxsa dostlarla? Dostlarla və sevdiyim insanlarla. Sevdiyiniz yazıcı? Paulo Coelho. Sevdiyiniz şeir? Düşünürəm Mikayıl Müşfiq, Yağış şeiri. Karyeranızın ən böyük riski nə olub? Hər zaman risklərlə doldu karyeram. Çünki mahnılar çıxardırıq, bilmirik necə olacaq, nətər olacaq. Risklə dolu bir karyeradayım hal-hazırda, hər zaman. Musiqi xaricində həvəslə bağlı olduğunuz sahə varmı? İdman var, stol üstü tenis. İlk mahnınızın adı nədir? Ən ətirli. Orxan Zeynalı ilə bir yerdə, sorry. Sevdiyiniz fəsil? Yaz. Sevdiyiniz janr? Rock. Həyatınızın ən böyük dəstəkçisi kimdir? Anam. Səhnədə sizə ən çox nə həyəcanlandırır? Tamaşaçıların mənimlə bir yerdə mahnıları oxumadı. Səhnə sizə nəyi ən çox öyrətdi? Hara aid olduğumu öyrətdi, səhnəyə aidəm. Gündə neçə saat musiqi ilə məşğul olursunuz? Yatmağa çıxarsaq, 16 saatda musiqi yəni hər yerdə məndən bir yerdədir. Hansı məşğulla duet oxumaq istərdiniz? Hansı məşğulla? Yenə deyirəm, Barış Manço mən böyük fanatıyam, ondan istəyirəm, ondan təəssüflər olsun ki, hal-hazırda həyatda deyil. Öz mahnılarınızı gizli şəkildə dinləyirsinizmi? Gizli yox, belə açıq aydın da dinləyirəm. İndiyənə qədər oxuduğunuz ən çətin ifa? Düşünürəm. Gələk səhər. Artıq vaxtımız bitdi. Bəli, son sualımı da verim. Mədəniyyətə necə könül verirsiniz? Yeni işlər çıxararaq, Azərbaycan musiqisini gözəl şəkildə təmsil edərək könül verirəm. Sizin kimi dostlarla görüşərək könül verirəm. Bu şəkildə. Siz sağ olun. Suallarımıza lakanik cavablar verdiyinizə görə təşəkkür edirəm. Hər zaman. Və sizi qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm. Təşəkkür edirəm. Mən də sizi təbrik edirəm və bizi izləyən hər kəsi təbrik edirəm qarşıdan gələn Novruz bayramı münasibətilə. İndi isə Mədəniyyət Könülləri adından bizim sizə kiçik bir sürprizimiz olacaq. Aha. Oba. Bəli, Şükürzadə Şüküranənin Mədəniyyət Könüllümüzün öz əsəridir. Bu əllə çəkilibdir. Heç oxşamır. Yəni necə oxşamır? Yəni çox möhtəşəmdir. İndiyə qədər aldığım ən möhtəşəm çəkim budur. Deyərlər, inciməsin, xahiş edirəm. Çox təşəkkür edirəm. Çox ürəyimcə oldu həqiqətən də. Bəyəndiyinizə çox sevindim. Möhtəşəm. Çox sağ olun. Siz sağ olun. Bugünlük bu qədər. Gələn görüşlərə dək. Hələlik. Hələlik, sağ olun.